Урок 28, который yazılıbdır ki, mistamini который во всех падежах. Hansı ki əvəzliyi bütün padejlərdə, bütün hallamalarda necə işlənir ona baxırıq. Tak, deməli, kişi cinsində который ı qəbul etdi, qadın cinsində aya qəbul etdi, orta cinsdə oye və cəmdə ı'yı qəbul etdi. Sifətin sonluqlarına oxşardı. Burada da yenə də так, это человек, который работает в банке. Человек sözlü kişi cinsi olduğu için который götürdü. İkinci de это девушка, которая говорит по-английски. Которая девушka ikisi birbiriyle bağlıdır da burada. Девушка qadın cinsi olduğu için которая götürdü. Sonra üçüncü de palto orta cinsdə olduğu için которое. Люди cəmdə olduğu için которые oldu. Keçdik təhsillik hala. Təhsillik halda yenə də kişi cinsi iki yerə bölündü. Cansızlarla adlıq halda olduğu kimi qaldı который. Amma canlılarla ovo qəbul etdi, которого. Məsələn, это стол, который стоит в углу. Burada stol kişi cinsidir və cansızdır. Onun üçün də oldu который adlıq halda. Человек canlıdır. Винительный падеждədir, которого ovo qəbul etdi. Винительный падежin sonluğunu qəbul etdi. Девушка qadın cinsində. Qadın cinsində də demişik a, uya, ya, yuya keçir. Onun üçün də birləşən söz oldu которую. Ona tabi oldu, uyu qəbul etdi. Orta cinsdə palto cansızdır. Yine palto которое oldu, orta cinsin sonluğunu qəbul etdi. Keçdik cəmə. Cəm yenə iki hissəyə bölündü. Canlılar və cansızlar. Cansızlar неодушевленные, которые oldu ki, hansı ki deməkdir, stalı cəmdir. Onun üçün də oldu которые. Amma люди artıq canlıdır. Canlı olduğu için которых qəbul etdi. Родительный падежdə мужской родda ovo qəbul etdi. Это человек, у которого есть большая семья. Человек kişi cinsində olduğu için которого ovo qəbul etdi. Женский родda oy qəbul etdi. Которой. Это девушка, которой не было на уроке. Yenə də девушка qadın cinsində olduğu için которой oldu. И средний rodda, orta cinsdə kişi cinsindən eynidir. Которого. Это пальто, orta cinsdədir. Около которого висел мой костюм. Bu palto da hansı ki yanında mənim pencəyim asılıbdır. Ovo qəbul etdi gördüyünüz kimi və cəm halda da которых qəbul etdi. Это люди, без которых nельзя начинать праздник. Bu insanlar da hansı ki onlarsız bayram başlamaq olmaz. Da которых qəbul etdi. Bu da люди sözünə görə dəyişdi. Tatelni падежə keçdik. Kişi cinsində которому, qadın cinsi которой. Və orta cinsdə yenə которому, cəmdə которым oldu. Это человек, которому я даю золотую медаль. Bu o insandır ki, hansı ki mən qırmızı qızıl medal verirəm. Deməli, человек kişi cinsində olduğu üçün которому oldu. Это девушка, к которой мы идем в гости. Bu o qızdır ki, biz onlara qonaq gedirik. Девушка sözünə görə который oldu. Это озеро, по которому плавает лодка с туристами. Bu o göldür, hansı ki orada lotkada turistlər üzürlər. Озеро orta cinsdə olduğu üçün которому oldu və cəmdə это люди, которым он заплатил деньги. Bu o insanlardır ki, hansı ki o onlara pul ödəyibdir. Tak, burada da yenə люди cəmdir, которым cəm şəkilsi qəbul etdi. Keçdik творительный падежə. Которым kişi cinsi, которой qadın cinsi, yenə orta cins kişi cinsi eyni которым, cəmdə которыми oldu. Это человек, с которым я хочу познакомиться. Bu o insandır, hansı ki ondan tanış olmaq istəyirəm. Так, человек sözünə görə которым dəyişdi. Это деревня, над которой летает самолет. Bu o kənddir ki, üstündə samolyot uçur. Yine деревня qadın cinsidir. Onun üçün də которой oy qəbul etdi. Это соревнование, перед которым я очень волнуюсь. Bu o məşqdir ki,
yarışdır ki, hansı ki mən ondan qabaq çox təlaş keçirirəm. Соревнования orta cinsdə olduğu için которым orta cinsin şəkilçisini qəbul etdi. Это люди, с которыми он разговаривал vчера. Bu o kəslərdir ki, dünən onunla söhbət edirdi. Люди cəmdədir, которыми qəbul etdi. Keçdik предложный падежə. Yenə kişi cinsi orta cins eyni которым. Qadın cinsi yenə ой которой qəbul etdi. Gördüyünüz kimi deməli родительный, дательный, творительный, предложный hamısında которой qəbul edir qadın cinsi. Və cəmdə də ıq qəbul etdi которых. Это человек, о котором спрашивает журналист. Bu jurnalistin soruşduğu adamdır. Человек kişi cinsində которым qəbul etdi. Это комната, в которой спит наш сын. Bu otaqda hansı ki orada bizim oğlumuz yatır. Yine комната qadın cinsi olduğu için которой oldu. Это место, в котором случилось наводнение. Bu daşqın olan yerdir. Bu o yerdir ki, hansı ki orada daşqın olub, belə də deyə bilərik. Наводнение orta cins, место sözü orta cinsdə, onun üçün də которым qəbul etdi. Это люди, о которых рассказывает спасатель. Bu xilasedicilərin danışdığı insanlardır. Люди cəmdədir, onun üçün də которых qəbul etdi.